Allah'ın salamı herkesin üzerine olsun. Qiyamətin qopma saati barəsində şübhə içində olanlar haqqında ayələrə baxaq və qiyamətin saati haqqındakı ayələrə də baxarıq inşallah. Çünki insanların çoxu şək şübhə içində olmuş, keçmişdə də, indi də, gələcəkdə də olacaq və bu haqda Quranda çox ayələr var. Məsələn, Yasin surəsinin 48-54-cü ayətlərində Allah buyurur: Bir də laqeyd cəmiyyət əgər doğrulardansınızsa, bu söz verilən təhdid nə zaman olacaq deyirlər. Ancaq onlar bir-biri ilə çəkişib durduqları zaman özlərini yaxalayacaq tək bir qışqırıqla qarşı-qarşıya qalacaqlar. Bax budur, o zaman bir vəsiyyət belə edə bilməzlər, ailələrinə, yaxınlarına da dönə bilməzlər. Və sur üfürlənmişdir. Bir də baxarsan ki, onlar qəbirlərindən Rəbbinə doğru axın edirlər. Onlar eyvah başımıza gələnlərə, yatdığımız yerdən bizi kim qaldırdı, oyandırdı. Bu Rəhmanın vəd etdiyi şeydir. Göndərilən elçilər də doğru söylədilər deyərlər. Sadəcə tək bir qışqırıq olmuşdu. Bir də baxarsan ki, hamısı hüzurumuzda hazır ol əmrinə müntəzirdirlər. Artıq bugün insan hər hansı bir şəkildə haqsızlığa uğramaz və sadəcə etmiş olduqlarınızla qarşılıqlandırılacaqsınız.